Zahirə hökm vermək düzgün deyil axı. O Ömər ibn Xattabın düzdür, bəzi dəlillərini gətirirlər. Ömər ibn Xattab o oğru üçün deyir ki, hə, məsələn, oğurluq elədinsə, sübut olundusa, hə, vəssalam. Vəssalam. Amma qaldı ki, hökm dindən çıxartmaq Demək olmaz. Yəni biri la ilahe illallah deyirsə, sən ittiham eləyə bilməzsən ki, onu o yalandan deyir, ixlasla demir. Hökm zahirən verilir. Hökm zahirən verilir, qardaşlar. Faydalardan həmçinin Usama radiyallahu anh rivayətində insanlarla zahirdən götürürük. Zahirən bəli, məsələn, biri küfür etdi, onu təkfirin, şərtlərin, manilərin baxacaq, bu bilə-bilə eləyib, yoxsa cahildir. Kafir, la ilahe illallah, Muhammed Rasulullah desə, müsəlman olur. Düzdür, təkfirçilərdə yox. Təkfirçilərdə gərək bu la ilahe illallah deyəndən sonra 7 dənə şərti öyrənməlisən, neçə il hələmsən, imtihana çəkilməlisən. Lakin kimin əməlində küfr olub, lakin dindən çıxmayıbsa, hələm mömin qalıbsa və ya kimin əməlində şirk olub, amma hələm dindən çıxmayıbsa, qalıbsa. Əgər bir müsəlman la ilahə illallahın şərtlərindən birini pozarsa, İslam dairəsindən çıxarmı? Bəli, la ilahə illallah fayda verməz, yalnız 7 şərti yerinə yetirmədikcə. Əgər şərtlərdən biri pozularsa, la ilahə illallah səhih olmaz. Nə qədər ki səhih olmur, buna görə də o, bu sözə görə müsəlman olmaz. Allah sizə yaxşılıq versin. Bu sual verən deyir. Bu ifadə doğrudurmu? İslamı pozan amillərdən hər hansı birinə düşən hər kəs barəsində onun şəxsən özünün kafir olduğuna hökm vermirik. Yəni ona sən kafirsən demirik. Əksinə, onun əməlini və ya sözünü küfr hesab edirik. Bu mürcələrin sözüdür. Siz bizə mürcələrin sözlərini təkrarlayırsınız. Bu mürcələrin sözüdür məl və ya söylədiyi sözün tələb etdiyi hökmü tətbiq edirik. Biz yalnız zahirə görə hökm veririk və zahirdən kənar məsələləri araşdırmırıq. Kim küfr edərsə, onu kafir sayırıq. Kim şirk edərsə, onu müşrik sayarıq. Bizdə zahirdən başqası yoxdur. Qəlblərə gəlincə isə, onların içində olanı Allahdan başqa heç kəs bilmir. Sübhənəhu və Teala. Yaxşı, əgər o, Allahdan başqasına dua edən və qəbirlərə və ziyarətgahlara ibadət edən sayılırsa, sonra ölərsə, sən onu yuyub, onun üçün cənazə namazı qılarsanmı? Halbuki o müşrikdir. Onu müsəlmanların qəbirstanlığında dəfn edirsənmi? Halbuki o müşrikdir. Sən zahirə görə tətbiq edə bilərsən. Bizim yanımızda bu küfr sayılır. Lakin onun sahibi kafir sayılmaz. Küfr əməlini edən necə olur ki kafir sayılmır? Küfr sözünü deyən necə olur ki kafir sayılmır? Bəli,